Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Hədislərin birində Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm təqva haqqında buyurur: "Təmamut təqva ən tətəalləmə bimə cəhiltə." Təqvanın tamamı, yəni təqvanın kamilliyi odur ki, bilmədiklərini öyrənəsən. Yəni o şeyə ki, cahilsən, bilmirsən, təqvanın kamilliyinin birinci şərti odur ki, onları öyrənəsən. Ümumiyyətlə, İslam dinində cahillik məzəmmət olunan hallardan biridir. Biz bunu Qur'an-ı Kərimin ayələrində də və eyni zamanda Peyğəmbərin və Əhl-i Beytin kəlamlarında da müşahidə edirik. Qur'an-ı Kərimdə Allah Təbarək və Teala Zümər surəsinin 9-cu ayəsində buyurur: "Qul həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun." Allah Peyğəmbərə əmr edir ki, de ey Muhammed, bilənlərlə bilməyənlər eynidirmi? Və eyni zamanda biz İslam tarixinə baxsaq, Bədir döyüşündə İslamın ilk döyüşlərindən biridir. Bədir döyüşündə əsir olanlara Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm belə bir şərt qoyur ki, hər oxuyub yazmağı bilən əsir 10 müsəlman uşağına oxuyub yazmağı öyrətsə, artıq o azaddır. Biz o ayədən və bu hədisdən də görürük ki, həqiqətən də İslam dini cahilliyi məzəmmət edir və bunun əksi olaraq elmi öyrənməyi müdafiə edir, bəyənir. Ona görə Peyğəmbər buyurur, təqvanın kamilliyi odur ki, bilmədiklərini öyrənəsən. İkinci şərti sonra Peyğəmbər buyurur ki, وَتَعْمَلْ بِمَا عَلِمْتَ və öyrənəndən sonra öyrəndiklərə əməl edəsən. Bu hədisdən belə nəticə əldə edirik ki, təqva elm və əməldən ibarətdir. Yəni, əməl olmadan təqva kamil olmaz. Tək elmin təqvalı olmaq üçün elmin bir faydası yoxdur. Təqvanın kamil olması üçün elm və əməl ikisi bir yerdə olmalıdır.